Yaşad Fondunun təşkilatçılığı, BP-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan 4-cü Yaşad Yay Məktəbi başa çatıb. 19 iyul 2 avqust tarixini əhatə edən Yay Məktəbi London Universitet Kollecində keçirilib. Bildiyiniz kimi 4 ildə artıq Yaşad Fondu tərəfindən Yaşad Yay Məktəbi təşkil olunur. Bu ildə Dövlət İmtahan Mərkəzindən ən yüksək bal toplayan 10 nəfər şəhid övladı Böyük Britaniyanın London şəhərində 14 günlük yay məktəbində oldular. Orada uşaqlar həm müxtəlif ekskursiyada oldular, eyni zamanda gündəlik 3 saatlıq dil təkmilləşdirmə kurslarında oldular. Layihə uğurla başa çatdı. Əsas məqsəd şəhid övladlarının dünya görüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub. Qızım Mələk iştirak elədi. Deyərdim ki, Mələyin həyatında bu 2 həftə ən gözəl günlər oldu. Çox gözəl təəssüratlarla qayıdıb oradan. Orada gəzdiyi yerlər haqqında gözəl sözlər danışır. Yay məktəbinin son həftəsində iştirakçılar üçün Canterbury şəhərinə ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədi ilə Buckingham sarayını, Kral Süvari Qvardiyasının məşhur keşik dəyişmə mərasiminin keçirildiyi Horse Guards parad meydanını, eləcə də İngiltərə parlamentinin yerləşdiyi Westminster sarayını ziyarət ediblər. Çox maraqlı keçdi. Hər gün başqa yerlərə getdim. Məsələn, bir gün müzəyə, bir gün başqa şəhərə getdik, İngiltərədə. Mən bu ilki düşərgədə qardaşım Vüqar ilə birlikdə iştirak etdim. Bu ilki səfərimiz Londona idi. Ümumi təəssüratlarım bu səfər çox maraqlı idi. Təzə dostlar əldə elədim. Proqram çərçivəsində gənclər Temza çayı üzərində kruiz gəzintisində iştirak edib. Həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan Boro marketini ziyarət edərək şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olma imkanı əldə ediblər. Yaşad Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib. YouTube kanalımıza abunə olun.